Əleyhissalam buyurur ki, fəs-surətu insan vəl-qəlb, qəlbu heyvan. Buyurur ki, onun üzünə baxsan adam deyərsən, ürəyinə baxsan qəlbi heyvan qəlbidir. Təhqir mənasında deyir, qəlbinin həqiqətidir. Cənnətə də heyvanları buraxmırlar. Ona görə deyir, bəziləriniz qorxunc, yırtıcı heyvan surətində məhşərə gələcəksiniz. İndi tövbə nədir? Tövbə bu ölü qəlbi, ölü qəlbi. Allah dirildir. Görün, nə qədər əzəmətli prosesdir. Biz deyirik ki, Allah bağışla da, sən bağışla deyirsən ha, hər dəfə ölmüş qəlbi dirildir. Ölmüş qəlbə can verir, tövbə budur. Bu qədər əzəmətli bir prosesdir. Ona görə də deyirlər ki, qoymayın, günahın mikrobu ürəyinizə düşsün. Bir dənə mikrob düşdüsə bəzən, bütün hər şey xarab edir. Ola bilər sənin bütün işlərin düz olsun, hə? Bir dənə eybin olsun, bir dənə eybə fikir verməsən, ola bilsin sənin axırı xarab eləsin. Demirəm ama adam gərək bütün eyblərdən hamısından pak olsun ki, yox. Mən deyirəm ki, ola bilər ki, hər işin yaxşıdır, birinə əhəmiyyət vermirsən, bu pisdir. Eybi adamın 10 dənə də olar. Amma əhəmiyyət verər, deyər, məndə bu eyb var, bu pisdir. 10 dənə də eybin olsa, əhəmiyyət versin, tərk eləməyə çalışsın, bu yaxşıdır. Bizcə də eybin olsa, diqqətindən kənarda qalsa. Desən ki, əşi, indi bir dənə budur da, bu bir dənə sənin evi yıxacaq, evi yıxacaq.